أعوذ بالله السميع العليم من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله الذي خلق السماوات والأرض فجعل الظلمات والنور ثم الذين كفروا بربهم يعدلون. الصلاة والسلام على الهادي البشير السراج المنير سيدنا سيد الأنبياء والمرسلين أبي القاسم محمد. وعلى آله الطيبين الطاهرين ولا سيما بقية الله في الأراضين أما بعد. فقد قال الله تبارك وتعالى في محكم كتابه العظيم ومبرم خطابه الكريم: أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. ومن يتعد حدود الله فأولئك هم الظالمون. صدق الله العلي العظيم. Esselamu Aleyküm cemiyen ve rahmetullahi ve berekatuh. Əziz müminlər özünü və tamam siz müminlər Allah-u Teala'nın ibadətinə, itaətinə, təqvasına dəvət edirəm. Allah Teala hamımızı imanda sabit qədəm etsin. Niyyətlərimiz saf, əməllərimiz dürüst olsun inşallah. Allah hər bir şey üçün dində, şəriətdə hədd qərar verir. Bir sərhəd qərar verir. Hər bir müsəlman o dinin hədlərinə, dinin sərhədlərinə riayət etməlidir. Bir insan ki, əgər dində olan həddi aşarsa, o insan özünə zülm etmiş olar. Oxuduğum ayə Bəqərə surəsinin 229-cu ayəsi idi. Allah buyurdu ki: Və mən yətəəddə hududallahi fəulaikə humuz zalimun. Allahın hökmlərindən kənara çıxanlar əlbəttə özlərinə zülm edənlərdir. Allahın hökmlərinin bir həddi var, bir sərhədi var. Əgər o sərhəddən, o həddən kənara çıxarlarsa, onlar özlərinə zülm etmiş olarlar. Bütün müsəlmanların mühüm vəzifələrindən biri də ilahi hədlərə riayət etməkdir. İlahi sərhədləri tanımağın böyük əhəmiyyəti var. Necə hər bir ölkənin özünün sərhədləri var. Ölkə sərhədləri qorunmalıdır. Hər bir əkinçinin özünün əkməyə torpağı var, gərək öz torpağını becərsin. Hər bir bağbanın bağı var, gərək bağı qorusun. Əgər bunları etməsələr, onlar söylədiyim, dediklərin məhv olub gedəcək. İslam dini də elədir. İlahi qanunların da sərhədi var, ilahi qanunların da həddi var. O hədlər qorunmalıdır, o sərhədlər qorunmalıdır. Hətta körpə uşağın özünün də həddi var. Bir körpə uşağı anası gündəlik otuzdurmaq üçün, yatızdırmaq üçün yer qərar verir. O körpəni oradan kimsə icazəsi götürəndə, o körpənin həddinə təcavüz etmiş olur. Görürsən, o körpə də ağlamaqla, qışqırmaqla öz etirazını bildirir. Buna görə ki, dövlətin özünün daxili qanunları olduğu kimi, hər bir müminin, hər bir insanın özünün də yaşayış ev daxilinin qanunları var. Görürsən, hər bir ailənin daxili qanunları var. Övladla, valideynlə, övlad arasında, övladla valideyn arasında, xülasə, hər bir evin daxili qanunları var. İlahi qanunları da belədir. Gərək hər bir müsəlman ilahi qanunlarını tanısın, o hədləri tanısın, o sərhədləri tanısın. Allah Teala Qur'an-ı Kərimdə buyurur ki: Bismillahirrahmanirrahim. Tilkə hududullahi fəla təqrəbuha kəzalikə yübəyyinullahu ayati linnas ləallahum yəttəqun. Bəqərə surəsinin 187-ci ayəsində Allah buyurur ki, bunlar, bu hökmlər, bu qanunlar Allahın sərhədləridirlər.
bunları aşmayın. Allah insanlara hökmlərini bu cür bildirir ki, bəlkə o insanlar müttəqi olalar, təqva əhli olalar. Ayə-i şərifədən də məlum olur ki, Allah hər bir şey üçün sərhəd, hər bir şey üçün hədd qərar verir. Gərək o sərhədi, o həddi insan keçməsin. Hər bir şeyin öz çərçivəsi var. Ondan kənara görə çıxmasın. İlahi hədləri insan necə tanımalıdır? Hədd sözünün mənası nədir? Hədd sözü iki şey arasında olan bir pərdədir, bir maniyədir ki, bunlar bir-birinə qarışmasın. Yəni, hədd elə bir şeydir ki, Allahın qanunların arasında, qeyri-qanunlar arasında bir pərdədir, bir səddir. İnsan gərək onları tanısın. Eyni zamanda ilahi hədləri tanıyandan sonra ona riayət olunsun. İlahi hədlərinin necə riayət olunmağı və bunun əhmiyyəti nədir? Əbu-Lübeyk Bəhrani adında bir şəxs deyir, İmam Muhammed Baqir Əleyhisselamın yanındaydım. Bir şəxs imamın xidmətinə gəldi, imama sual verdi ki, sizin fikrinizcə hər şeyin həddi var. İmam buyurdu, bəli. Mən deyirəm ki, Allah böyükdən kiçiyə hər nə yaradıbsa, hamısı üçün bir hədd, bir sərhəd qərar verir. O şəxs imama buyurdu ki, sənin yediyin də həddi var. İmam buyurdu, bəli, yediyimin də həddi var. O şəxs imamdan sual etdi, o hədd nədir? İmam buyurdu ki, elə ki, mən yeməyə başlayıram, Allahın adı ilə başlayıram. Yeyib qutarandan sonra Allaha həmd səna edirəm. Bu mənim yediyimin həddidir. Qur'an-ı Kərim bütün bəşəriyyət üçün bir qanun, bir sərhəd qərar verir ki, Allaha itaat etmək üçün, ibadət etmək üçün hər bir müsəlman o həddi, o qanunu bilməlidir. Qur'an-ı Kərimdə Allah yenə buyurur, Ət-taibunəl-abidunəl-hamidunəl-sa'iqunəl-raki'unəl-sacidunəl-amirunə bil-mə'ruf-ən-nəhunə anil-munkəri vəl-hafizunə-li-hududilləhi və-bəşril-mu'minin. Tövbə surəsinin 112-ci ayəsində Allah buyurur ki, Allaha tövbə, ibadət və şükür səna edənlər, oruç tutanlar və ya cihad uğrunda el məhsul etmək üçün yurdundan ayrılıb başqa yerə gedənlər, rükû, səcdə edənlər, namaz qılanlar, yaxşı işlər görməyə əmr edənlər, pis işləri qadağan edənlər, Allahın hədlərini qoruyanlardılar. O insanlar ki, ibadət edirlər, itaat edirlər, əmr-i məruf edirlər, nəhy-əz-münkər edirlər, bu insanlar Allahın həddini qoruyan insanlardır. Allah Peyğəmbərə xitaban buyurur ki, ya Peyğəmbər, belə möminləri zənnətlə müjdələndir. Zənnət bu cür möminlər üçündür. Rivayətlərdən məlum olur ki, ilahi hədlər şəri qanunların həddidir, yəni şəriət qanunlarının həddidir. Şəri qanunlara riayət etməkdən məqsəd günahlardan çəkinməkdir. Bir insan ilahi hədləri tanıyırsa, deməli o insan şəri hökmləri bilir, şəri hökmlərə itaat etmək isə günahlardan çəkinmək deməkdir. İmam Sadiq Əleyhisselam buyurur ki, bir insan əgər həddi aşarsa, onda dində hədd qərar verərlər, yəni onun bir cəzası var. Əgər bir kəs ilahi hədlərdə şəfaətçi olsa, ilahi hədlərini zayi etmiş olar. İlahi hədlərini zayi etmiş olan insan isə qiyamət günündə əzab olunar, o şəxsə əzab olunar.
Çünki ilahi hədlər bütün möminlərin ümumi bir qanunudur, hamı ona itaat etməlidir. Əli əleyhissalam buyurur ki, "Lav hafiztum hududallah, subhanahu la'azzala lakum min fazlihil mu'ud." Əgər sizlər, siz insanlar hədləri qorusanız, pak olan Allah vədə verdiyi fəziləti sizə verməyə tələsər. Ki, o fəzilətlər ki, Allah sizə vəd vermişdi, onları sizə verməyə tələsər. Bəzi rivayətlərdən məlum olur ki, ilahi hədlərə riayət etmək xoşbəxtliyin və saadətin köküdür, özəyidir. Əli əleyhissalam bu barədə də buyurur ki, "La yəs'adu əhədun illə biqamatil hudud və la yəşkə əhədun illə bizzəatiha." İlahi hədlərə riayət etmək insana xoşbəxtlik gətirər. İlahi hədləri tərk etmək, onları unutmaq insanlara bədbəxtlik gətirər. Heç bir insan gərək ilahi hədləri aşmasın. Çünki İslam dinində bütün hədlər və sərhədlər bəyan olunmuşdur. Mömin olan insan həmin hədlərə riayət etməklə inkişaf edir, ucalır. Çünki bu hədlər möminə izzət və şərafət gətirir. Çünki əgər vacibatlar, müstəhəblər, haramlar bir sərhəddirlərsə, insanlar ona itaat etməklə kamil imana gələnəni bilərlər. Haramı tanıyır, haramdan uzaq olarlarsa, vacibat və müstəhəbbələri yerinə yetirərlərsə, bu insanlar kamil iman sahibi olarlar. İslam Peyğəmbəri hədləri aşanlar barəsində belə buyurur. İnsan bəs bu hədləri necə aşır? Hansı formada aşır? Həzrət buyurur ki, "Səyyəti ələn-nasi zəmanən la yanalul mulku fihi illə bil-qətli və ləl-ğinə ilə bil-qəs və ləl-müstəhid illə bi-istihracid-din və ittiba'il-həva." İslam Peyğəmbəri buyurdu ki, insanlar üçün bir zaman gələr, bir dövr gələr. Səltənəti qan tökməklə əldə edərlər. Bir insan ki, əgər səltənətə gəlmək istəyirsə, o səltənətə gəlmək üçün qan tökməklə əldə edər. Var dövlət toplamaq üçün var dövləti qəsd etməklə əldə edərlər. Dindən çıxmaqla havai nəfslərinə tabi olmaqlığa çalışarlar. Bunların çalışmağı bu olar. Başqa bir rivayətdə Peyğəmbərdən rivayət olunur. Yəni Həzrət buyurur ki, bir zaman gələr, insanların dünyada olan tamahlarına görə batinləri xəbis olar, zahirləri isə gözəl olar. Daxilləri xəbis, zahirləri gözəl olar. Allah istədiyi şeyləri yerlərinə yetirməzlər. Gördükləri işlər isə riya üzündən olar. Allahdan qorxmazlar. Allah da onları ismət pərdəsinə örtməz. Onlar dua edərkən Allah'ı çağırarlar, amma Allah onların duasını eşitməz. Başqa bir hədisdə Həzrət Səlmana buyurdu, "Ya Səlman, təğəyyərəl munkaru ma'rufan və ma'rufu munkaran və tuminəl xainu və yəkunul əmin və yəstugul kazibu və yəksibus sadiq." Qala Səlman, "İnnə hazəl xainu ya Rasulallah." Qala, "Ey vəllədinə nəsi biyədih." Həzrət Peyğəmbər Səlmana buyurdu, "Ey Səlman, bir zaman gələr, pislər yaxşılarla,
yaxşılar pislərlə əvəz olunar. Xainlər əmin olar, əminlər xain. Yalan danışanlar doğru danışan olarlar, doğru danışanlar yalan danışan olarlar. Salman dedi, ya Resulallah, məgər bu işlər baş verərmi? Həzrət buyurdu, bəli, and olsun, o kəsə ki, mənim canım onun əlindədir. Bu dediklərim baş verəcək. Yəni, bunları demişəm, bir zaman gələr, insanlar ilahi hədləri aşsalar, bunlar baş verəcək. Eyni zamanda, əməllərində də gəlir insanlar həddi aşmasın. İmam Həsən Əskəri əleyhissalam buyurur ki, İnnə lisəxai miqdaran fə in zadə ələyhim və huvə sərəf vəl-həzm miqdaran fə in zadə ələyhim və huvə cübnun vəl-iqtisadi miqdaran fə in zadə ələyhim və huvə buxlun vəl-şüzzaəti miqdaran fə in zadə ələyhim və huvə təhəvvur. İmam Həsən Əskəri əleyhissalam buyurdu ki, əgər bir insan birinə bəxşiş verir, birinə səxavətin göstərir, səxavətin də, bəxşişin də həddi var. Əgər o həddən keçərsə, israfdır, israf olunur. Yeməyin də həddi var. O həddən artıq insan yəndə də, o da qorxudu insansın, xətası var. Malın xərcləməyin də həddi var, ondan artıq olarsa, bu da boğuzluqdur. Şücaət göstərməyin də həddi var. Ondan da artıq gedərsə, bu da insanın şücaətinin yox, onun cəsarətinin, həyasının əlaməti olar. İmam Həsən əleyhissalam öz qiyamlarının səbəblərindən birini bunu hesab etdi ki, insanlar Allahın hədlərini ayaqlarının altına salmışdılar. Və qiyam etməyin səbəbini İmam Həsən əleyhissalam belə izah etdi. Eyni zamanda İmam Həsən əleyhissalam buyurdu ki, Əla və innə sünnətə qəd umiyyət, qəd umitət və innəl bidətü qəd uhiyyət, in tuti'u əmri əhdikum səbilər rəşad. Həzrət İmam Həsən əleyhissalam buyurdu ki, indi Peyğəmbərin sünnəsi ölüb, büdət isə dirilir. Əgər mənim əmrimə itaət etsəniz, sizi düz yola hidayət edərəm. Çünki İmam Həsən əleyhissalam buyurdu ki, Peyğəmbərin sünnəsi ölüb, hamı büdətə əməl edir. Düzgün yolu axtaran yoxdur. Əgər mənim dedimə, əmrimə itaət etsəniz, mənim əmrim sizi hidayət edər, sizi doğru yola aparacaq, düz yola aparacaq. Amma çox insanlar o dövrdə də ilahi hədləri aşmaqda mənasız səbəblər gətirərdilər, mənasız bəhanələr gətirərdilər. Bir şəxs İmam Sadiq əleyhissalamdan soruşdu. Dedilər, bir qrup xəbis insanlar sizin atanızdan rivayət edirlər ki, atanız buyurub, bildiyin və tanıdığın hər şeyə istədiyin kimi əməl edə bilərsən. O insanlar da bu dəlilləri əsas gətirirlər, haramları özlərinə halal bilirlər. Allahın haram buyurduqlarını özlərinə halal buyururlar. İmam buyurdu ki, belə deyil. Allah onlara lənət eləsin. Atam elə demir. Atam buyurub ki, əgər haqqı tanıdın, haqqı tanıyandan sonra xeyirlisinə istədiyin qədər əməl et. Haqqı tanıyandan sonra onun xeyirlisinə istədiyin qədər əməl et.
Allah bunları səndən qəbul edər. Yəni, haqqı tanır. Haqqı tanımayandan sonra nəyə əməl edərsən? Elə insanlar da var ki, Allahın haqqın sərhədini pozur, özlərindən sərhəd qoyurlar, özlərin onu əvəz edirlər. Çünki İslami qanunlar asan olur. Biz bütün İslam qanunlara baxsa, İslam qanunlarında çətin bir şey yoxdur. İnsanlar həmişə İslama sevinclə, rəğbətlə gəliblər. Heç bir insanları məcbura gətirmək mümkün olmaz. Gələnlər rəğbət üzündən, sevinc üzündən, məhəbbət üzündən gəlirlər. Əgər ibadət əsassız məşəqqətlərlə olarsa, səbəb olar insan dindən uzaqlaşsın. Yəni, bir insan əgər namaz qılırsa, o namazı özünə məşəqqət yük eləyərsə, həddən aşarsa, o insan beziyər namazdan. Amma elə insanlar da var ki, o həddi tanır, bir namazdan digər namazının vaxtına qədər narahat olur, nə vaxt namazın vaxtı gələcək, namazı qılarır. İmam Baqir əleyhissalam bu barədə buyurur, keçən hədislərdə də bu vardır ki, Peyğəmbərdən bu hədisi nəql edir. İnnə hazəd-dinu mətinun fədxulu fihi bir rifqin və la tukruhu ibadəllah ilə ibadillah. İmam Baqir əleyhissalam Peyğəmbərdən bu hədisi nəql edir, buyurur ki, İslam Peyğəmbəri buyurdu ki, İslam dini mətin dindir, pak, münəzzə dindir. Ona asanlıqla, eşqlə, məhəbbətlə daxil olun. Ona insanları məcbur yükləməyin ki, hökmən bunu edərsən. İnsan bir şeyə əgər məcbur olunarsa, etdiyi əməl Allaha xatir olmaz. Əli əleyhissalam Hazreti Peyğəmbərdən nəql edir. Hazreti Peyğəmbər buyurur ki, həqiqətən Allah Taala sizlər üçün bir hədd, bir sərhəd qərar verir. Onları aşmayın. Çünki Allah sizin üçün vaciblər qərar verir, vacibatlar qərar verir. Onlara, o vacibətləri zayi etməyin, onlara əməl edin. Sizin üçün sünnələr qərar verib, müstəhəbbatlar qərar verib. Onlara itaət edin. Allah sizin üçün haramlar qərar verib. Onları tərk edin, onlardan uzaqlaşın. Nəinki Allah Teala sizin etdiklərinizi unudub. Allah heç bir şey unutmaz. Allah çox şeyi sizlərə bağışlayır, sizləri əfv edir. Sizlər günah edirsiniz, Allah sizin o günahlarınızı unutmur. Allah sizləri əfv edir, bağışlayır ki, özünüzü əziyyətə salmayasınız. Özünüzü məşəqqətə salmayasınız. Çünki dində, İslamda elə qanun var ki, hər şeyi insan asanlıqla yerinə yetirməlidir. Etdiyi əmələ böyük sevinci, rəğbəti olmalıdır. Hazreti Peyğəmbərin zamanında bir dəstə adam bir dağa çəkildilər, bir dağın öz güşəsində başladılar ibadət etməyə. Peyğəmbərə xəbər verdilər ki, bir qrup insan şəhərdən ayrılırlar, gedirlər, bir dağın bir ətəyində, bir güşəsində yalnız ibadətlə məşğul olurlar. İslam Peyğəmbəri getdi, onlara buyurdu. لَسَّبْرَ أَحَدُكُمْ سَاعَةً عَلَى مَا يَكْرَهُ فِي بَعْضِ مَوَاطِنِ الْإِسْلَامِ خَيْرٌ مِنْ عِبَادَةٍ خَالِيًا 40 سَنَةً. Həzrət onlara buyurdu ki, sizlərdən hər birinizin müsəlmanlar arasında, çətinliklər içərisində bir saat səbr etməyiniz tənhalıqda olunan 40 ilin ibadətindən üstündür. Yəni, gəlib cəmiyyət içərisində, insanlar içərisində onlarla baxan bütün çətinliklərə dözmək. Nəinki insan gedir çətin yerdə bir asan özünə yer tapır. Çünki əgər bir insan elə bir quruluşda yaşaya, o quruluşda o çətinliyə baxmayaraq ibadət edər. Onun ibadəti çox fəzilətli olacaq.
Nəinki insan gedək ki, İslami dövlətlərdə ibadət etmək asandır. Çünki o dövlətin qanunu ibadət etməkdir. Elə bir yerdə ibadət edərsən ki, orada ibadət yasağı olunar. O ibadət o biri ibadətdən üstün olar. İslam Peyğəmbəri buyurdu ki, müsəlmanların içində hər bir çətinliyə bir saat səbr etmək o dağda etdiyiniz 40 il ibadətindən üstündür. Osman ibn Məzun adlı bir şəxs Peyğəmbərin sahabələrindən idi. Məkkə əhlindən idi. Çox savadlı, çox ağıllı bir insan idi. Peyğəmbəri 14-cü adam idi, iman gətirmişdi. Bir gün Osman ibn Məzun belə qərara gəldi ki, mən hər şeydən uzaqlaşım, tərk-i dünya olum, yalnız ibadətlə məşğul olum. Belə də etdi. Gecələr ibadət edirdi, gündüzlər də oruç tuturdu. Hətta ailəsindən üz döndərdi. Osman ibn Məzunun ailəsi, zövcəsi bu əlamətləri görəndən sonra çox narahat oldu və gəldi Peyğəmbərin yanına, Peyğəmbərə şikayət eləsin. Ayşə xanımdan nəql olunur. Deyir, gördüm, Osman ibn Məzunun zövcəsi gəlib çox narahatdır. Onun narahatlığının səbəbini soruşdum. Nə üçün narahatsan? Olanları danışdı ki, Osman ibn Məzun dünyanı tərk edib. Dünyadan üz döndərir. İbadətə üz tutur. Gecə-gündüz ibadət edir. Hətta ailəsi ilə belə maraqlanmır. Ayşə xanım deyir ki, mən Peyğəmbərin yanına getdim, olanları Peyğəmbərə xəbər verdim. Həzrət Peyğəmbər yola düşdü, gəldi Osmanın evinə. Gördü, Osman ibn Məzun namaza məşğuldur. Namazı tutardan sonra Həzrət dedi, şəxs, Allah Teala bizim vəzifələrimizi rahibli qərar vermir. Allah bizim vəzifələrimizi rahibli qərar vermir. Mənim ümmətimin rahibi Allah yolunda cihad edəndir. Sən həm Allaha ibadət et, həm də ailən məişəti ilə məşğul ol, onun dolanışına məşğul ol. Allah belə demir ki, sən səhərdən axşama ibadət et, ailən yaddan çıxsın. Allah bu cür ibadət bizdən istəmir. Hər şeyin həddi var. İnsan həm ibadətin etməlidir, həm ailəsini dolandırmalıdır, həm istirahat etməlidir. Yəni, hamısını etməlidir ki, İslam dini Peyğəmbərin mətin dindir, pak, münəzzə dindir, saf dindir. İslam dininə insan görə eşqinə, məhəbbətlə əməlidir. Nə ki, insan məcbura yüklənə, insanlar bu cür İslam dinindən uzaqlaşar. Əgər ilahi hədlərə riayət olunarsa, heç kəs ibadətdən yorulmaz, heç kəs İslamdan uzaqlaşmaz. Allah falan deyək, izzətinə, cəlalən Allah Teala olunan ibadətlərimizi qəbul eləsin, olunan dualarımızı qəbul eləsin. Allah Teala bütün olunmuş bu ibadətlərimizi bizlərdən qəbul eləsin inşallah. Bismillahirrahmanirrahim. Qul huvəllahu ahad, Allahus samad, ləm yelid və ləm yulad və ləm yekullahu kufuven ahad. Salavat Peyğəmbər və Ali Peyğəmbər üzrə. أعوذ بالله السميع العليم من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على سيدنا ونبينا وحبيب قلوبنا وطبيب نفوسنا وشفيع ذنوبنا أفضل الأولين وأشرف الآخرين وخاتم النبيين أبي القاسم محمد علي بن أبي طالب والفاطمة الزهراء والحسن والحسين وعلي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والحجة القائم المهدي صلوات الله عليهم أجمعين ولعن على أعدائهم أجمعين من الآن إلى يوم الدين أما بعد قال الله تبارك وتعالى إن الإنسان لا يطغى أن رآه استغنى صدق الله العلي العظيم. Allah insanlar üçün sərvət toplamaqda da, var dövlət toplamaqda da bir hədd qərar verir. Bir sərhəd qərar verir. O
Oxuduğum ayə Ələq surəsinin 6-cı və 7-ci ayəsidir. Allah buyurdu ki, İnnəl insana la yatqa ən ra'hu stəğna. İnsan azğınlıq edər, özünü dövlətli gördüyü zaman, dövlətli olduğu zaman. Görürsən, bəzi insanlar yolun azar ki, o zaman ki, həddindən artıq varlanır, onun varı dövləti səbəb olur, azğınlıq edir. İslam dini hər bir şəxsin öz ailə üzvlərinin ehtiyacını ödəmək üçün işləməyinə böyük dəyər verir, böyük qiymət verir. Hər bir şəxs bu çalışmaqla, işləməklə öz izzətini və hörmətini qoruyur. İslam Peyğəmbəri bu haqda buyurur ki, Tələbul halal farizatun ala kulli muslimin vəl muslimə. Halal ruzi qazanmaq hər bir müsəlman qadın və kişiyə vacibdir. Hər bir qadın və kişi vacibdir ki, halal ruzi qazansınlar. Baxmayaraq ki, dünya pərəstlik, sərvət toplamaq ayələrdə və rivayətlərdə pislənilir. Amma biz diqqət yetirsək, hansı sərvət pislənilir, hansı var dövləti, hansı dünya pərəstliyi ayələr və hədislər pisləyir. O zaman diqqət etsək görərik ki, dünya pərəstlik və sərvət toplamaq insanı yalnız dünyaya bağlayarsa, ahirəti yaddan çıxararsa, insanı azğınlığı apararsa, o var dövlət, o sərvət İslamda, dində pislənilir. Qur'an, necə ki oxudum arada, İnnəl insana la yatqa, insan özünün varlı dövləti görəndən sonra azğınlıq edər. Əgər bunu etməsə, İslam heç zaman onu pisləməz. Əgər mal, dövlət, dünya pərəstlik insan qəlbində hakim olarsa, o zaman səbəb olar insanın haqq yolundan azmasına. Qur'an buyurur, Qala Musa, Rabbena innəkə ateytə fir'una və mələəhu zinətən və əmvalan fil hayatid dünya, Rabbena liyudillu ən səbilikə, Rabbena etmis ələ əmvalihim və şüd ələ qulubihim fələ yu'minə həttə yaravul əzabəl əlim. Yunus surəsinin 88-ci ayəsində Musa Peyğəmbər dedi, İlahi, ey Rəbbimiz, sən Fir'ona və ayan əşrafına dünyada zinət, mal, dövlət ehsan etdin. Ey Rəbbimiz, bu sərvəti onlara bəndələrini sənin yolundan, haqq yoldan azdırmaq üçün verdin. Sual etdi Allah'tan. Bu sərvətlər verməkdən məqsəd onlar yolundan azsın. Ey Rəbbimiz, onların mal dövlətini məhv et, ürəklərini möhürlə ki, şiddətli əzab görməyincə iman gətirməzlər. Bu ayəyə biz diqqət etirsək, Hz. Musa Peyğəmbər deyir, Allah onun varın dövlətin məhv et. Peyğəmbər, ilahi Peyğəmbər nə üçün var dövlətin məhv olmağını istədi? Ayəyə diqqət etsək görərik ki, bu ayədən məlum olur ki, ilahi Peyğəmbər Fir'onun sərvətinin məhv olmasını Allah'tan istəməkdə məqsədi bu idi ki, həmən sərvət, həmən mal, dövləti Fir'on insanları yalnız Allah'tan üz döndərməsinə sərf edirdi. Yəni o sərvət, o var dövlət əgər haqq yoldan azmağa görə sərf olunursa, bu pislənir. Necə Həzrəti Musa dedi, Allah o var dövləti, Musa Peyğəmbər dedi, Allah o var dövləti Fir'onun əlindən al, o var dövləti məhv et. Çünki Fir'onun o sərvət ilə insanları haqq yoldan azdırır. Bu cür sərvəti İslam daimi pisləyir. İmam Rıza Aleyhisselam buyurur ki, La yəstəmi'ül malı illə bi xissali xəms bi buxlun şədid və əməlin təvil və hissin qalib və qətiyyətur rəhim və isarı dünya aləl-axirə. Dünya malı
5 məqsəd üçün toplanırlar. Biri həddən artıq xəsislikdən olar. İkincisi uzun uzadı arzulardan. Üçüncüsü insana qələbə çalan hərislikdən. Dördüncüsü yaxınları ilə əlaqəni kəsməkdən. Beşincisi dünyanı ahirətdən üstün tutmaqdan. İmam buyurdu ki, bu 5 məqsəd üçün toplanılan sərvət pislənir. Əbu Həmzə İmam Sadiq əleyhissalamdan rivayət edir. İmam buyurdu ki, mən tələb-i dünya istiğfafən ənin nas və səyən əla əhli və təəttüfən əla carih ləqəllahu əzzə və cəllə yevməl qiyamə və vəçhu mislil qəməri leylətəl bədr. İmam Sadiq əleyhissalam buyurdu ki, dünya malını, var dövləti, sərvəti toplamaqda məqsəd bu olar. Öz abrısını qorumaq. Yəni, insan ehtiyac yüzündən gidib kiməsə əl açmasın, öz abrısını qorusun. Öz abrısını qorumaq üçün, ailəsinin rifahını təmin etmək üçün, qonşularına ehtiyacı olan insanlara kömək etmək üçün əgər məqsəd olarsa, həmən şəxs qiyamətdə Allahın rəhmətinə qovuşar və onun üzü 14 gecəlik ay kimi parıldayar. Yəni, sərvət Allah dərgahında bəyənilir, var dövlət bəyənilir, yalnız bu məqsəd üçün. Allah yolunda sərf etmək üçün. Əgər Allah yolunda sərf olunarsa, o şəxsin üzü qiyamət günündə 14 gecəlik ay kimi parıldayar və Allahın rəhmətinə qovuşar. Sərvətin hədlərini tanımaq, onu düzgün məsrəfin, yəni düzgün sərf etməyi bilməkdir. İmam Baqir əleyhissalam buyurur ki, İslamın və müsəlmanların davamlı həyatı bundadır ki, əllərində olan sərvəti, varı, dövləti onu doğru və düzgün yerə işlətsin. Əgər bir insan həqiqətən doğru və düzgün yerə işlədirsə, bu ilahi hədləri gözləyir. Eyni zamanda əllərində olan varı dövləti düzgün yerə sərf etməyən insan İslamı məhvə aparar. Bir müsəlman əlində var, amma Allah yolunda yox, gedib şeytan yolunda sərf edir. Allah bəyənilməyən yerlərdə sərf edir. Bu insanı məhvə aparacaq. Həzrət Peyğəmbərimiz buyurur ki, Ni'məl malu salih lil-əbdi salih. Nə yaxşıdır? Yaxşı mal, gözəl mal, əməli salih bəndələr üçün. O var dövlət, salih bəndə əlində olar. O salih bəndələ Allahın istədiyi yollara sərf edir. Ondan gözəl bir şey ola bilməz. İnsan əgər sərvətin həddini aşarsa, həddən aşmanın biri də budur ki, yetim malına yələnmək. Bir insan istəyir var dövlət toplasın, çalışır haramdan, oradan, buradan eyni zamanda yetim malın əlindən alır. Allah Teala Qur'an-ı Kərimdə buyurur ki, və la təqulu ənvalahum ilə ənvalikum innəhu kana huben kəbira. Nisa surəsinin 2-ci ayəsində. Yetimlərin mallarını öz mallarınıza qatıb yeməyin. Şübhəsiz ki, bu böyük günahdır. Varlanmaq üçün yetim malından istifadə etmeyin. Halal yolla rozu yığır. İkincisi, ən qorxulusu, tərəzidə əslik çəkməklə varlanmaq. Allah bunu haram buyurur. Kur'an'da Allah buyurur ki فَاَوْفُ الْكَيْلَ وَالْمِزَانَ وَلَا تَبْخَسُ النَّاسِ أَشْيَاءَهُمْ وَلَا تُفْسِدُوا فِي الْأَرْضِ بَعْدَ إِصْلَاحِهَا ذَلِكُمْ خَيْرٌ لَكُمْ اِنْ كُنْتُمْ مُؤْمِنِينَ. Araf surasının 85. ayasında buyurur ki, ölçüdə və tərəzidə düz olun. Adamların mallarının dəyərini və ya onların haqqını azaltmayın. Yeryüzü peyğəmbərlərin şəriəti sayəsində düzələndən sonra fitnə, fəsad törətməyin. Əgər siz möminsinizsə,
bu dediklerim sizin için hayırlıdır. Allah burada şart edir. Eğer siz müminsinizse bu dediklerine amel edin. Safvan ibn Mehran adlı bir şahs İmam Sadık Aleyhisselam'dan nəql edir. İmam buyurdu ki, sizden evvelki ümmetleri nef eden iki hislet sizlerde de var. Soruştular ki, o hisletler hansıdır? İmam buyurdu. Biri terazi, biri ölçü. Terazide ve ölçüde aldatmak evvelki ümmetleri mahvedir. Sizlerde de bu hususiyet var. Bu sizleri de mahvedecek. Her bir insan varı, devleti, pulu neyse var, çalışmalı halal yolla, Allah'ın halal dediği yolla kazanırsa Allah'ın bereketi onda olur. İnsan ki onu haram yolla kazanırsa Allah'ın azabına düşer olur, Allah razı olmaz, haramla yığılan mal Allah yolunda sərf olunsun. Allah yolunda sərf olunmayan mallar da şeytan yolunda sərf olunacaq ve bu serveti Allah ve onun peygamberleri pisliyirler. Allah Teala'nın ancak izzetine zelen Allah Teala hamımıza halal ruzu kısmet eləsin. Ettiği ruziye Allah öz bereketi nazil eləsin. Allah Teala hamımızın ihsanatlarını kabul eləsin. Allah Teala kazandığımızı öz beğendiği yerlere kısmet eləsin. Allah Teala ruzumuzu, amlakımızı şeytan yollarından kısmet etmesin inşallah. Bismillahirrahmanirrahim. İzâ câe nasrullâhi vel feth ve râyten nâse yedhulûne fî dinillâhi vâzâ fesebbih bihamdi rabbike ve estağfirhu innehu kâne tevvâbâ.